Bugün mən, salam əziz izləyicilərim. Bugün mən sizə əmən-kümənci yeməyi pişirəcəm. İndi yazdır, çox gözəl belə göyərtinin bol olan vaxtıdır. Bax, belə bir bazardan 3 dəstə əmən-kümənci aldım. İndi mən bunları bir-bir təmizləyəcəm. Amma təmizləməsini mən deyim. Bax, bunların bu baş tərəfi biraz bərk olur. Düzdür, soğulu, baxın, görürsünüz, bax, belə bıçaqla kəsdi, bu yumuşaq getdi. Çox bərk yerləri lazım deyil, xanımlar. Bax, yumuşaq yerlərini mən çox, bax, xırda da doğramıram, bax, belə təmizləyirəm. Axırda sizə göstərəcəm. Xanımlar, bunu təmizlədim, gözəl. İndi bunu qəşəng-qəşəng yuyuram. Tərtəmiz olsun, arasında cücümücü ola da bilər, düzdür, təmizlədim, gözdən keçirdim. Amma gözəlcə bunu bir neçə dəfə yuyub süzgəcdən keçirdirsiniz. Ondan sonra pişməyə qoyacağım. Xanımlar, qazanın ortasından su qoydum. Gözəl. İndi bu qaynasın. Qaynayandan sonra əmən-küməncimizi içinə tökən. Xanımlar, suyum da gözəl qaynayır. Mən bura biraz duz tökürəm. Xanımlar, suyum qaynayır. Bunları gözəl, xırda-xırda doğradım. Əlavə edirəm bu qaynamış suyun içinə. Xanımlar, doğradım. Bunun yenə deyirəm, zoğlu yerlərini doğramırsınız. Çünki zoğlu yerlərin olanda yaxşı pişmir. Çox bərk qalır, xanımlar. Bax, bunu belə tez-tez qarışdırın. Bu əmən-kümənci belə tam suyun içində öləndən sonra, yəni yumuşalandan sonra, xanımlar, mən bura, bax, bir boşqaf belə soğan doğradım. Soğanı da belə tökürəm bunun içinə, xanımlar. Bunlar hamısı bir yerdə pişəndə çox ləzzətli olur. Bunu mənə anam rəhmətlik, Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik anam öyrədibdir. Deməli, xanımla, buna nə tomat vururlar, nə yağ vururlar, heç bir şey. Sadəcə baharatlarını tökürük. Baharatlar da biraz qaynasın, özünə gəlsin. Mən baharatları da tökəcəm. Davamlı sizə çəkib göstərəcəm. Buyurun, baxın, qiymətli xanımlar. Xanımlar, görürsünüz, suyum gözəl qaynayır. Deməli, bu yeməyi çox tez düşürtmürsən. Bunu altını vam xodda edirsiniz. Yavaş-yavaş bu pişsə, gür xodda olsa bu suyunu çəkər. Bu öz suyunda yavaş-yavaş belə, hətta baxın, əmən-küməncinin rəngi də çıxdı. Bunu yavaş-yavaş pişirin ki, həll pişsin. Elə olsun ki, bax, bu kartoşkasını mən soymuşam, öncədən doğramışam. Baxır kartoşkaya, orta boylu olsa 3 dənə, xırda olsa 4 dənə. Mən bunları soyub doğramışam, biraz da suya qoydum ki, kraxmalı geçsin. Xanımlar, bu tam pişib, əriyəndən sonra kartoşkasını tökürsən içinə. Deməli, mən sizə bir şey deyim. Bu yeməyin, xanımlar, çox faydası var. Çox adam deyir ki, əşi o nə yeməkdir ki, nə dadı olar. Amma siz pişirin, yeyin, ləzzətindən doyanmazsınız. Hətta bir boşqaf yox, 2 boşqaf yeyəcəksiniz. Həm faydalıdır. Deməli, kimin mədəsində qastrit var, ona faydası var. Ağciyərdə xəstəlik varsa, soyuqlama varsa da yenə də bu xeyri var. Xanımlar, yəni mükəmməl bir şeydir. Ən axırda yenə də davamlı sizə göstərəcəm, xanımlar. Hələ ki, bu yavaş-yavaş qaynayır. Xanımlar, görürsünüz necə də gözəl qaynayır. İndi mən bura duz tökəcəm, xanımlar. Artıq duz tökməyin vaxtı gəldi. Adam var tuzlu yer, adam var duzsuz. Duzlu yeməyin heç nəyə xeyri yoxdur, xanımlar. Çox duzsuz da olmasın. Bax, evdə belə qara istotunuz varsa da, bax, belə bu qədər yetər. Bir 10 dənə bəs. Aha. Buna nə yağ tökürsünüz, nə bir şey eləyirsiniz, yenə deyirəm, xanımlar. Yəni ki, bu, bax, belə öz belə qüvvəsinlə pişən yeməkdir. Buna yağ mümkün deyil ki, tökəsiniz. Görürsünüz necə gözəl qaynayır, xanımlar. Aşağı belə ehtiramiz. Çox qaynayır, rəngi. Xanımlar, baxın, su da gözəl qaynayır. Mən əvvəlcədən, bax, belə kartoşkanı belə xırda-xırda kup-kup doğramışam. İndi tökürəm kartoşkanın içinə. Bunlar hamısı bir-birinə qarışıb gözəl pişməlidir. Bir də həll salır. Baxın, görürsünüz, kartoşka demək olar ki, tökmüşəm. Amma soğan pişibdir. Yəni ki, soğan heç görsənmir. Xanımlar, görürsünüz, gözəl pişsin. Çox ləzzətli bir yeməkdir.
Bir də ki, xanımlar, bunu sirkə, sarımsaqla yeyilir. Mən indi bu qarnif, tam, kartuşka pişib əriyənə qədər sirkə, sarımsağını hazırlayacağım. Xanımlar, çox gözəl qaynayır qazanımız. Buyurun, baxın. Mən sizə bir şey deyim. Bu belə, bax, görürsünüz, əmən kömənci tam əriyibdir, pişibdir. Bu, bax, özü həlimli olmalıdır. Bax, bir də belə hər dəfə qarışdırdıqca, bax, belə kartuşkanı qaşığın dalından belə əzirsiniz. Ki, tam bir-birinə uyuşsun. Çox gözəl olur. Bəh, qoxusu da çox gözəldir. Suyuna baxın, xanımlar, baxın. Çox yeməli yemək daha. Həm faydalıdır, həm yeməlidir, xanımlar. Tövsiyə edirəm. Siz də bişirin, ləzzətlə yeyin. Xanımlar, baxın, sarımsağı təmizlədim. İndi bunu gözəl əzim. Bu da mənim üzüm sirkəm, xanımlar. Xanımlar, sarımsağı da əzdim. Baxın, görürsünüz. Xanımlar, biraz da bura sirkə əlavə edirəm. Baxın, hərə boşqabına bir qaşıq tökür. Bir qaşıq, baxın. Biraz da duz tökəcəm. Bu da bizim sirkə sarımsağımız. Çox gözəl. Tam mən dediyim kimi olmuş. Gözəl, xanımlar. Hazırdır. Baxın. Bax, kartuşkası da əzilibdir. Əmən kömənci də əzilibdir. Duzuna da baxdım. Duzu da çox gözəldir. Biraz suyuna duz tökdüm, xanımlar, mən. Biraz da yeməyin özünə tökmüşəm. Yenə deyirəm, bax, buna yağ, heç bir şey tökülmür. Bu belə bişir. Həm faydalıdır, həm ləzzətlidir, xanımlar. Tövsiyə edirəm. Bax, belə də qaşığın dalından əzin. Qoy həlim salsın. İndi mən bunu kasaya çəkəcəm, xanımlar. Göz haqqınızı da halal edin. Yenə də deyirəm, xanımlar. Xanımlar, baxın, çox gözəl, ləzzətli yeməyimiz hazırdır. Tövsiyə edirəm, siz də bu yeməkdən bişirəsiniz. Ləzzətini də ağız dadınıza görə hər şey. Buyurun, baxın, yeməyimiz artıq hazırdır. Çox gözəl, iyisi evi bürüyübdür. Burada sirkə, sarımsaq da var. Zövqə görə, kim istəyir, nə qədər istəyir, zövqə görə. Sirkə, sarımsağını da tökə bilər. Göz haqqınızı halal edin, xanımlar. Like atmağı, yorum yazmağı, abunə olmağı unutmayın. Çox-çox xahiş edirəm.